Həftəlik bürcülər Qoç, Şirox atan bürcülərini 5 maydan 12 maya doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar əslində bu həftə ailə qurmaq istəyən, tək olan, yalnızlaşan qoç bürcüləri kimlərdirsə, sevgi olaraq, şəxsiyyət olaraq qapılarınız tamamilə açılır. Yəni bu həftə sevgi şəxsiyyətlə əlaqədar o qədər mükəmməl bir zamana keçəcəksiniz ki, yəni çoxdan da axtardığınız qismət ola bilər, çoxdan da axtardığınız diqqət ola bilər, sevgi ola bilər. Bu həftə onu əldə edə bilərsiniz. Bu həftə qoçlar çox məntiqsel olacaqsınız. Həm qadınlara, həm kişilərə o qədər məntiqlə addımlamaq istəyəcəksiniz, o qədər düşüncə və danışıqlarınıza fikir verəcəksiniz ki, insanları bu barədə cəzb eləyəcəksiniz. Bu həftə biraz pauzik həftədir. Biraz artacaqsınız, biraz dayanacaqsınız. Tam güclü bir şəkildə bu həftə addımlamayacaqsınız. Amma bir şey unutmayın ki, qoçlar, belə bir söz deyim sizə. Bu həftə elə bir maddesal sferdə özünüzü göstərə bilərsiniz ki, daha ola bilər sizə yeni bir təkliflər gəlsin, yeniliklər gəlsin. Sizin iş və sferanızı başqa bir istiqamətə doğru dəyişmələri üçün belə deyim də önə çəkə bilərlər. Bu həftə özünüzü çox gözəl, ən çox da diksiya, danışıq olaraq aktivləşdirməlisiniz və cəzb edəcəksiniz insanları özünüzə doğru. Şəxsiyyət olaraq emosiyalarınız hər şey qaydasındadır. Ailəvinizlə, valideynlərinizlə, yoldaşınızla, övladlarınızla bu həftə balansı çox gözəl şəkildə düzəldəcəksiniz. Yəni önə çəkilmə, özünüzü aktivləşdirmə barəsində düzəlmələr olacaq. Pis həftə deyil, 78%-ə qədər qoçlar həftəviz uğurlu edəcəksiniz və yenə deyirəm, maddesal şansınız elə gözəl gələcək ki, yəni özünüz də düşünəcək ki, bu şans məni daha çox qabağa apara bilər və apara bilər. Şirlərə gələndə, şirlər həftənin əvvəllərində maddesal israfın pikini yaşayacaqsınız. Yəni bu həftə maddesal israfla əlaqədar elə bir güclü bir vəziyyətdə olacaqsınız ki, yəni sonra deyinməyə başlamayın, amma bu sizin özünüzün gələcəyiniz üçündür. Şirlər bu həftə bir balaca özünüzü narahat hiss eləyəcəksiniz. Elə bir ki, qəfəsdə olacaqsınız. Kimlərsə manipulyasiya etmək, kimlərsə söz olaraq, hərəkət olaraq, düşüncə olaraq sizi idarə etməyə çalışacaqlar. Düzdür, bunu bacara bilməyəcəklər. Çünki bu həftə kral və kraliçə olduğunuzu kəskin bir şəkildə bildirəcəksiniz. Yəni mənim sözlərim, fikirlərim, mənim qayda qanunlarım olacaq deyə. Bu həftə gedin, istirahət edin. Bu həftə yer dəyişmə, özünüzü aktivləşdirmə, mühit dəyişmə ilə əlaqədar güclənməni bacarın. Şir qadınları bu həftə normadan çox yüklənməni boynunuza götürməyin. Siz qadınsınız, siz kişi deyilsiniz. Bunu da unutmağa çalışmayın. Emosiyalarınız çox aktivdir. Hiss və ehtirasınız bu həftə çox aktiv olacaq sizdə. Pis deyil, bu həftə çox da maddi cəhətdən yüksək səviyyədə olan bir həftə deyil. Özünüzə, istirahətinizə, gedişata doğru hara getmək istəyirsinizsə onu stabilləşdirə bilərsiniz. Çünki özünüzü o qəfəsdən çıxardaraq olduğunuz mühitdən neqativ enerjini aldığınıza görə özünüzü stabilləşdirəcəksiniz. Düzdür, bədəninizdə qarın boşluğunda və sinədə nəsə bir narahatçılıqlar olmasına baxmayaraq qorxulu deyil. Bunu özünüzdə müalicə edə bilərsiniz. Üstünə düşün. Həftəviz 76%-ə qədər uğurludur. Oxatanlar isə oxatanlar, siz məni bu həftə çox narahat edirsiniz. Çünki bu həftə oxatanlar alacağınız bəzi kimlərinsə sağlamlığına əlaqədar problemlər sizi uçuruma apara bilər. Sizi yarımçılığa doğru apara bilər və bu həftə elə bir korlaşmış bir vəziyyətdə olacaqsınız. Heç nəyi düzgün analiz etməyəcəksiniz, heç nəyi düzgün formada aktivləşdirə bilməyəcəksiniz. Sanki hərəkət və addımlarınız zamana doğru boşluqda olacaq. Yəni elə bir ki, qorxulu bir vəziyyətdə olacaqsınız. Bu həftə alacağınız bir xəbər sizi incidə bilər. Bu həftə alacağınız hər hansı bir xəbər həm maddi olaraq, həm mənəvi olaraq sizi boşluğa apara bilər. Beyin və məntiqinizi qətiyyən unutmursunuz. Bu həftə mübahisəli bir məqamda olacaqsınız. Bizim tikintimiz bitmir. Bu həftə mübahisəli bir məqamda olacaqsınız və qərarsızlığınız həddən artıq çox olacaq. Bu həftə itkiniz biraz çox ola bilər, mənəvi olaraq, sağlamlıq olaraq, insan olaraq xoşa gəlməz biraz özünüzün belə deyim də psixoloji olaraq baskı ediləcək bir həftədir. Maddiyatınızı saxlayın. Bu həftə israf həftəsi deyil. Hər şeyi dəngələşdirə bilsəz, hardasa belə deyim də 64%-ə qədər həftəviz uğurlu edə bilərsiniz, amma maddiyat bu həftə bərk saxlayın. Yəni israf etmək, xərcləmək qətiyyən uğurlu bir həftə də deyil də. Başa düşürsünüzmü? Biraz boş verin. Heç nə beyninizi takıntı formasında aktivləşdirməyin. Çünki zaten sağlamlıq və bir insanla bağlı bu həftə xoşa gəlməz bir xəbər və ya da xoşa gəlməz bir problem yaşaya bilərsiniz oxatanlar.